Değerli mətələrin, değerli soydaşlarım, hakimiyyət daxilindədir. Kimlər həbs olunacaq? Hakimiyyətdə parçalanma gedir. İlham Əliyev nə ilə şantaj edilir? Bu barədə mən sizə danışmaq istəyərdim. Ancaq vaxtımız da çox az qalıbdı. İnsanlar da yoruldu artıq. Baxışımız da 10.000 civarından 5.000 civarına düşdü. Əgər baxmağa hazırsınızsa, efiri vururlar, aydın məsələdir. Bir dənə kimlər istəyir yayım davam eləsin, bir dənə hə yazın. Kimlər istəyirsə yayım bitsin, bir dənə yox yazsın. Bir dənə yox yazsın, sabah qalan məlumatımızı sabah verərik, problem yoxdur. Değerli həmvətən, yazın görək. Kimlər yayımın davam eləməsini istəyirsə hə yazsın, kimlər istəmirsə yox yazsın. Getdik. Deməli, baxaq. Baxın, Azərbaycanda içkilərin, Red Bull'da nə bilim nədir, o qədər içkilər var ki, içkilərin yararlılıq müddəti bax belə saxta yazılır. Bir dənə belə eləyib silirlər, yeni peçatı belə qoyurlar. Baxın, dostlar, Azərbaycanda qoyun göstərim sizə. Baxın, bu tutaq ki yararlılıqdır, eləmi? Baxın, indi gör necə siləcəklər. Baxın, gör necə siləcəklər. Bax, bu tarixi silib, yenisini gör necə qoyacaqlar. Baxın. Ala, bax. Oba, sildi. Heç nə qalmadı ki. Ala, istədiyi tarixi də vuracaq ora. Baxın. Baba, istədiyi tarixi. Ala. Gördünüz mü? Gördünüz mü millət? Ala. Ona görə deyirəm, heç kim içki alıb içməsin. Azərbaycan devlət deyil, kanadır. Azərbaycan teröristlərin əlindədir. Terörist idarəçiliyindədir. Azərbaycanda heç kim xüsusilə də konservləşdirilmiş qapalı mallardan istifadə eləməyin. Yeməyin elə mallar, elə şeylər. Azərbaycan teröristlərin əlindədir. İlham Əliyev baş teröristdir. Dədəsi ondan betər terörist olubdur. Ətrafı teröristdir, PKK-çılardır. PKK-ya bağlı 45 nəfər Milli Məclisdə oturubdur. Değerli həmvətənlər, bir dəfə mən bir mağazada durmuşdum. Bir dəfə, 2-3 dəfə demişəm, bunu bir də deyirəm. Bir də gördüm o Azərsun, bilirsiniz də Abdulbari Gözəlin işçiləri, onun da Toğuz rayonunda rəhbəri Xəncəl Əşrəfin oğluydu. Toğuzlular hamısı tanıyır da Xəncəl Əşrəf kimdir. Və hansı tayıydı o, bilməm nə tayıydı, bilməm. Yazan, bilənlər yazar burada. Xəncəl Əşrəfin oğlu Azərsunun Toğuz region üzrə rəhbəri idi. Değerli həmvətənlərim, hər gün mən onların qapısının ağzından keçib gəlirdim də, belə məktəbə gedəndə. Dostlar, qardaşlar, bir gün gördüm, onun işçisi bir gəlib kalpasaları yığır da, vaxtı keçənləri yığır. Dedim, bunu ne yeyirsiniz? Dedi, donuza tökəcəm, donuza. Və bilmirsəm, Azərsunun donuz ferması var, onlara veririm. Dedim, donuza vermədə, mən saat donuza başqa şey verim, səncə bunu yarı qiymətinə biraz aşağı ma ver. Dedi, nə darsan qabil, sən də uşaqsan elə bil. Sən də özgəsi döysən, gedirik, bunun etiketi dəyişdirilir. Təzdən gətir verəcəyik sabah bura. Sadəcə etiketini dəyişməyə aparma. Təsəvvür edirsiniz. Değerli həmvətənlər. İndi, qardaşlar, dostlar, çox dəhşətli xəbər gəlir. Yayımı bəyənin, paylaşın. Yayımı bəyənin, paylaşın. Çox dəhşətli xəbər gəlir. Mən də istəyirəm efiri bitirəm. Amma bir vacib xəbərim var. Hamınız bəyənin, paylaşın. O xəbəri çatdırım sizə. Değerli həmvətənlərim, çox dəhşətli bir yayım oldu. Sabah bu dəhşətli yayımın, necə deyərlər, bu mənə gələn bu xüsusilə Ramiz Mehdiyev məsələsinin o hissəni təzdən yayım eləyəcəm mən. Çünki dünyanın böyük gücləri görməlidir, eşitməlidir, değerli həmvətənlər. Deməli,
Deməli, burada yazırlar mənə, balaca Heydərdə də iflic xəstəliyi var. Budur bax. İlham dediyin iflic xəstəliyi doğrudur Qabil bəy. Balaca Heydərində İlhamda olan iflic xəstəliyi eynidir. Balaca Heydərində bir tərəfi düzəməlli işləmir. Bu xəstəlik İlhamın və oğlunun daşıdığına görə hiss edilir. Hər ikisi danışanda çənə sümüyünün əyilməsi də və dodaqlarının əyilməsi də buna bir, necə deyərlər, əlaqəli bir şeydir. Bunu həkimlər daha yaxşı bilir. İflic olan adamların çənələri də əyilir zaman-zaman ilə. Deməli, danışıqlar. Yəni, balaca Heydərin bilisdə bir tərəf Elşad bəy də göstərib onu dəfələrlə, lapatkanı tuta bilmir. Yəni, bunu bilirsiniz ki, balaca Heydərində iflic olması, Leyla da iflic kimi şeydir. Yəni, bunlarda deyəsən irsəndir. Deyəcəz, Heydər Əliyev də niyə yoxdur? O başdan iflici idi, birincisi. Ya da Heydər Əliyevin doğma oğlu deyil. Heydər Əliyevin doğma oğlu kim idi? Afiyəddin Cəlilov. Heydər Əliyevin kopyasıdır. Heydər Əliyevin doğma qızı kimdir? Sevil Əliyeva. Toşun Heydərin kopyasıdır. Dişi variantıdır. Amma İlham Əliyevin harası oxşuyur? Harası oxşuyur? Burnu oxşuyur? Yox. Quruluşu, beyin, heç bir yer oxşamır. İlham Əliyev mən bildiyim qədərindən Heydər Əliyev Şaumyanın heç oğludur. Öz bayışsız Şaumyan Heydəri doğubdur. Yəni veriblər onu kisəçiyə. Üçüncü arvad kimi. Amma İlham Əliyevi Zərifənin niyə Naruhi Allaverdiyan var, Ermənistan xalq artisti. Naruhi Allaverdiyan Heydər Əliyevlə sevgili olubdur. Naruhi Allaverdiyan Azərbaycanları yaxınlıq eləyə bilmirdi. O vaxt Ağdamın xod gedən oğlanları olub. Amma Naruhi Allaverdiyan Heydər Əliyevin qorxusundan Azərbaycanlara yaxın gəlmir. Və Naruhi Allaverdiyan deyilənə görə ya Mikayanla ya da bu təzəlik bu erməni S hərfinlə gəldi adı. Neydi onun erməninin adı? Yazın bura. Erməni, mən həmişə deyirdim ha, kimdən əmələ gəlib. İndi yazacaqlar, kimsə yazacaq bura. Naruhi Allaverdiyan bir erməni var, onunla sevgiliydi. Onunla sevişirdi. Heydər Əliyev gedirdi indi ora-bura, nə Moskvaya, ora-bura, Bakıya vəzifə adamıydı. Elə bilirdi Naruhi Allaverdiyan. Zori Balayan, sağ ol bax, Səadət Bağırova, çox sağ ol. Zori Balayan. Naruhi Allaverdiyan ən çox yatıb durduğu adam Zori Balayandır. İndi siz İlham Əliyevin sifətinə baxın. Bir də Naruhi Allaverdiyanın, o qadının sifətinə baxın. Baxın da yazın, YouTube'da yazın, Google'da yazın Naruhi Allaverdiyan, Naruhi Allaverdiyan çıxacaq. İlham Əliyevdən bir almadı, yarı bölünüb elə. Zori Balayanın da sifətinə baxın, İlhama da baxın. Bir də Heydərə baxın. Görün hansı daha çox, hansının oğluna oxşur, hər neysə. Mən şübhələrimi və aldığım məlumatı dilə gətirdim bu Zori Balayan məsələsinə görə. Getdik. Dəyərli əməkdaşlarım, dəyərli soydaşlarım, bir xəbəri də deyim sizə. Ramiz Mehdiyevin dünən axşam həbs olunma xəbəri yayılandan sonra dünən gecə Qaçqın.com-un keçmiş rəisi Erməni Əli Həsənov, keçmiş Xarici İşlər Naziri Elmar Məmmədyarov, keçmiş Bakı meri Hacıbala Abutalıbov, keçmiş Mədəniyyət Naziri Əbülfəz Qarayev, mətbuatın rəhbəri keçmiş Əli Həsənov səhərə kimi yatmayıblar. Birdən bizi tutacaqlar deyə səhərə kimi yatmayıblar. Onlar Ramizin həbsinin şou olduğundan xəbərsiz idilər. Dünən gecə onlar hamısı Hacıbala Abutalıbovun evində görüşüblər. Səhərə kimi orada oturublar, dərdləşiblər. Səhər Ramiz Mehdiyevdən xəbər alıblar ki, İlham Əliyev özü məndən xahiş eləmişdi.
Avropanı, İngiltərəni aldatmaq üçün. Kef eləyin, nə həbs, nə zat. Kef eləyin. Sonra rahatlaşıb, dağılıb hərə öz evinə gedibdir. Dəyərli vətənlər, dəhşətdir. Dəhşət. Deməli, dostlar, dəyərli vətənlərim, buna baxın, bir də Əliyevin əllərini göstərim sizə. Budur, baxın, dostlar. Əllərə baxın, əllərə. Gördünüz, sol, baba bir dənə orada maşından düşən kimi istədi sol əlindən yardım eləsin. Baba, bax, fikir verin ha. Maşına düyməni belə elədi, sağ əlindən, tək əlindən elədi. İstədi sol əlindən də yardım eləsin. Alınmadı, baxın, baxın. Göstərim, təzdən geri çəkib göstərirəm, baxın. İstədi sol əlindən yardım eləsin, düyməni bağlamağa. Alınmadı. Sol əl yardım eləyənmədi. Baxın. Baba, gördünüz mü? Ancaq dəqiqələrcə sol əl belə eləyir. Elə bil ki, protezdir, elə kukla əlidir, elə bil. Çuçila. Yəni, görürsün. Üstəlik, daha belə ağ kimi, elə bil ki, belə bir təhəridir. Görürsün, sol əlini, düyməni bağlayır, sol əlini elə belə zorla gətirə bildi, hava belə kömək eləyənmədi. Maşından düşən kimi. Hər neysə, dəyərli vətənlərim, dəyərli soydaşlarım, burada mənim mövzularım yarımçıq qaldı. Burada mövzularım yarımçıq qaldı və indi biraz da çox danışa bilmirəm. Qonşum da polisdir. Əliyev ailəsində dava, dəhşətli qırğın gedir, ondan sabah danışacağım. Kimlər həbs olunacaq? Reallıqda mən demişdim axı, 16 sentyabrda, noyabrda demişdim axı, oktyabr, noyabr. Böyük başlar gedəcək, demişdim. Hələ indən sonra kimlərə zərbə deyəcək, ondan danışacağım. Hakimiyyətdə parçalanma gedir, ondan danışacağım. İlham Əliyev nə ilə şantaj edilir? Kimlər tərəfindən ondan danışacağım və icazə verin, efiri bitirim. Sabah saat 5-də, 6-da durub ən ağır işə işləməyə gedəcəm. Çünki bizi Ramiz Mehdiyev maliyyələşdirirdi. İlham Əliyevin dediyi kimi yaxşı maliyyələşdirə bilmir. Hər neysə, sağ olun, salamat qalın. Allah sizi bərxudar və bəxtiyar eyləsin. Ənində sonunda özdə bax, bu yaxın vaxtlarda arzumuza çatacağıq. Bu şampanı burada açacağım, içəcəyik. Onu da tutulqasını sizə indiyə kimi, xalqa indiyənə kimi tutulqanı, narahat olmayın. Bütün 10.000 məmur da bu xalqa xəyanət eləyibsə, 10.000-inə də girəcək, amma bu tutulqa zərrə qədər də yiyilməyəcək. Narahat olmayın. Sağ olun, salamat qalın. Qabildən düzünə yazan əllər var olsun. Qabildən düzünə. Sağ olun, salamat qalın.